Salamlar hər birinizə. Bu günləri DİM 2-ci hissədə funksiyalar mövzusunun 3-cü bölməsinin suallarına baxacaq. Baxa birinci sualımıza deyir, şəkildə funksiyanın qrafiki təsvir edilmişdir. Hansının? Diqqət edirik ki, kökdə x funksiyası bu istiqamətdədir, yəni birinci rübdədir və bu nədir? Bir vahid sola sürüşdürülür. Bir vahid sola sürüşdürülmə, sağa sola sürüşdürmə funksiyanın daxilində aparılır və x plus 1 olacaq, yəni əksin gələcəyi üzərinə. Bu da uyğun gələcək B variantı. İkinci sualda da sağa sürüşdürüləcək və 2 vahid sağa sürüşdürüləndə də olacaq x minus 2. Yəni bunu sıfıra bərabərliyində 2 alınsın. Və bir də onu qeyd edək ki, funksiyanın daxilində olmalıdır. Bu da olacaq C variantı. Üçüncü sual, funksiyanın qiymətlər çoxluğu. Kökdə x funksiyasının qiymətlər çoxluğu minimumu 0 olur, cüt funksiya olanda, yəni cüt dərəcə olanda və müsbət sonsuzluğa doğru gedir. Bu da olur B variantı. Həmçinin dördüncü sualda da bizdə təyin oblasını istəyir. Dördüncü sualda qiymətlər oblasını istəsəydi, olacaqdı nə? 0 müsbət sonsuzluq. Təyin oblası dediyinə görə kökaltı funksiya, kökaltı ifadəmiz 3 minus x 0-dan böyük bərabər olmalıdır. Mənfi x böyük bərabərdir mənfi 3-dən və işarə edək ki, x kiçik bərabərdir 3-dən. Bu da uyğun gələcək C variantına. 5-ci sualda modul x funksiyasıdır və bizdə bu da uyğun gələcək C variantına. Yəni 2-ni qoyanda 2 alınır, mənfi 2-ni qoyanda da 2 alınır. Bu da ümumiyyətlə funksiya modul x funksiyasının qrafikidir. 6-cı sual, funksiyanın ən kiçik qiymətini tapın. Modulun ən kiçik qiyməti 0-dır. 0-dan da 2 çıxanda olacaq mənfi 2 E variantı. 7-ci sualda olacaq mənfi 1. 8-ci sualda funksiyanın qrafiki 0-a bərabərliyində mənfi 2 alınır bura. Yəni 2 vahid sola, 1 vahid aşağı. Deməli, modul x funksiyası A modul x deyil, C modul x deyil, D də modul x deyil. Qalır B ilə E. Yəni 2 vahid sola, 1 vahid aşağı. E variantında sadəcə 2 vahid sola gedib, aşağıya getməyib. Qalır B variantı. 9-cu suala baxaq. Funksiyanın təyin oblasını tapın. Burada 1 minus x-imiz də 0-dan böyük olmalıdır. X minus 1-imiz də 0-dan böyük bərabər olmalıdır. Buradan alırıq ki, mənfiyə vuranda x çıx 1 kiçik bərabərdir 0 və x kiçik bərabərdir 1-dən. Burada isə x böyük bərabərdir 1-dən olur. Ya 1-dən kiçik olmalıdır, 1-dən kiçik bərabər, ya da 1-dən böyük bərabər. O da ödənilir sadəcə 1. Yəni D variantı. 10-cu suala baxaq. 10-cu sualımızda cüt dərəcədən kökaltı ifadəmiz, yəni 3 minus pi bölünsün x minus 2 0-dan böyük bərabər olmalıdır. P-nin təqribi olaraq qiyməti 3,14-dür. Ona görə sürət hissə nə olur? Mənfi. Aşağı hissə olacaq x minus 2 mənfi olmalıdır. Çünki bunu bərabər hissə vuranda işarə dəyişikliyi bərabərdir 0-dan. 0 ola bilməz, çünki məxrəcimiz 0 olmaz. X kiçikdir 2-dən olacaq. Bu da uyğun gələcək. 2 daxil olmayacaq. E variantı. 11-ci sual da eyni qayda iləndir. P-nin qiyməti 3,14-dür. 3 çıxanı müsbət eləyir. Ona görə də 2x minus 8 böyüdür, bərabərdir 0. Niyə? Çünki sürətimiz 0 ola bilər, məxrəc 0 ola bilməz. 2x böyüdür bərabərdir 8-dən, x də böyüdür bərabərdir 4-dən. Bu da uyğun gəlir E variantına. Sonra 12-ci sual, funksiyanın ekstrem nöqtəsini tapın. Funksiyanın ekstrem nöqtəsi onun 0-a bərabər olduğu nöqtəsidir. Yəni 2x plus 10 bərabərdir 0, 2x bərabərdir mənfi 10, x də bərabərdir mənfi 5. Bu da uyğun gəlir D variantına. 13-cü suala baxaq. Funksiyanın təyin oblasını istəyir. 5 kök altında 25 deməkdir. Kök altında 25-dən kök altında 26 çıxsa o mənfi eləyər. Ona görə 2x minus 9 da 0-dan kiçik olmalıdır. 2x kiçikdir 9-dan, x də kiçikdir 4,5-dən. Bu da uyğun gələcək D variantına. 14-cü sualda A parametrin neçə tam qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçmək üçün x də 0 olmalıdır, y də 0 olmalıdır. Onda 0-ın üzərinə bunu gələndə elə bu qalacaq və bu cüt dərəcədən gedəndə modulda çıxacaq. Modulda a kvadratı minus 9 plus a kvadratı minus 9 bərabərdir 0-a. Və indi diqqət edirək. Burada a kvadratı minus 9 bərabərdir. Bu öz dəfə gizlənə 9 minus a kvadratı olur. Və nə oldu? Bu dəyişdi. Deməli, a kvadratı minus 9 kiçikdir bərabərdir 0-dan.
A kvadrat bunun kökləri nədir? Plus minus 3'dür. Kiçikdir olanda nə olur? Arası. Yəni -3, 3 arası. Deməli, neçə tam qiymətidir? İndi buradakı sayı da tapmağın ötürü sağdan soldakını çıxıb üzərinə 1 gəlib. Bu da olur 7 dənə tam qiymətində. 15-ci suala eyni qayda ilə də 16-cı suala baxaq. Deməli, təyin oblastı bunun x plus 4 böyüdür bərabərdir 0, x böyüdür bərabərdir -4 olmalıdır. Yəni -4-dən müsbət sonsuzluğa A variantı. Təyin oblastı 3 müsbət sonsuzluqdur. Bu 2-yə uyğun gələcək. Çünki x minus 3 böyüdür bərabərdir 0, x də böyüdür bərabərdir 3-dən. Olur B variantı. Cüt funksiyadır. Bu cüt funksiya ümumiyyətlə kök altına aid deyil. Yəni heç birinə aid olmayacaq. Azalan funksiyadır. Bu üçüncüyə aid olacaq. Çünki getdikcə x-in qiymətini artırdıqca funksiyanın qiyməti azalacaq. Bu olacaq D. Təyin oblastı 4 müsbət sonsuzluqdur. Bu da x minus 4 böyüdür bərabər 0. X də böyüdür bərabərdir 4-dən. Bu da elə 3-ə uyğun gələcək. Olacaq 1-ə A, 2-yə B və 3-ə D ilə E. 17-ci sual eyni qayda ilədir. Baxaq 18-ci sualımıza. Deyir, Euler-Venn diaqramında 2 dənə funksiyanın sıfırları verilmişdir. Deyir, Q vurulsun M hasilini tapın. Deməli, bunun sıfırları 4 ilə 2-dirsə, onsuz 2 dənə kökü olur da bunun. Bunun P'si bunların cəminin əksisi olacaq. Yəni P bərabər olacaq -6-ya. Q də bunların hasil olacaq. Yəni olacaq neçə? 8. Y olacaq bir funksiyamız x kvadratı minus 6x plus 8. Digəri isə y bərabərdir. Deməli, funksiyanın sıfırları 2 -5'dir. Yəni 2-ni qoyanda 0 alınır, bir də -5'i qoyanda. Q vurulsun M hasilini istəyir. Q'müzü biz tapdıq ki, Q'müz neçədir? Q'müz 8'dir. M'i də indi tapacaq. İndi qoyuruq yerinə 2 çıxılsın M. Diqqət edirək. 2 çıxılsın M. Üstə gəlsin N. Bərabərdir 0. Bir də -5'i qoyacaq yerinə. -5 çıx M. Plus N bərabərdir 0. İndi bu ifadələr bir-birinə bərabər olanda n'lər atılır kənara. 2 minus M bərabər olur -5 minus M-ə. -m'ləri də kənara atanda 2 bərabər olur -5'ə. Bu doğru olmur. Digər tərəfdən də 2 minus M bunun əksinə bərabər olmalıdır. Bunun da əksinə vuranda deməli olur -5 olur müsbət 5, -M də olur müsbət M. Bu M keçir o tərəfə olur 2M, 5 də keçir o tərəfə olur -3. M də bərabərdir -1,5. M olur -1,5. Bu da olur 8 vurulsun -1,5. Bu da olacaq -12. 19-cu sual eyni qayda ilədir. Baxırıq 20-ci suala. Deyir ki, funksiyanın qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə. Koordinat başlanğıcında yerləşmək odur ki, x-in yerinə 0 qoyanda burası 0 alınır. Burada 0-a bərabər olsun. Olur a kvadratı minus 64 bərabərdir 0. A kvadrat bərabərdir 64-ə, a da bərabərdir plus minus 8-ə. İndi bizə deyir ki, funksiyasının qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə. İndi koordinat başlanğıcında yerləşməsindən əlavə burada əgər bizim deməli 3-cü rübdə yerləşmə məsələmiz var. Bu müsbətdir. 3-cü rüb odur ki, deməli belə koordinat sistemi çəkək və bu bunun əmsalıdır. Bu da kökdə x funksiyasıdır. 3-cü rübdə yerləşməsi üçün bu formada olmalıdır. Yəni ki, x-a mənfi qiymətlər vermək mümkün olsun. Yəni 3 minus a gərək 0-dan kiçik olsun ki, mənfiyə dəyib müsbət olsun. Deməli, mənfi a kiçikdir, bərabərdir -3-dən, a da böyükdür, bərabərdir 3-dən. Bir bu olmalıdır və y-lərimiz də ki, mənfi alınmalıdır. Yəni a kvadratı minus 64 kiçikdir, bərabərdir 0-dan a kvadratı. İndi burada köklərimiz nədir? -8-dən 8-dir. Kiçikdir olanda nə olur? Arası olur. -8-dən 8 arası. İndi 3-dən böyük -8-dən 8 arasında
ödənəcək bizə nə? Bu iki ifadənin kəsişməsi olacaq. Kəsişməsi də olacaq ki, deməli, burada onu da deyək ki, bu əgər 0 olarsa funksiya olmayacaq. Gərək a böyüdür 3-dən olsun və həmçinin də burası 0 olsa, yenə də funksiya olmayacaq. Bunlar yəni ki, daxil olmasın. İndi 3-dən böyük 8-ə kimi nələr var? 4, 5, 6, 7 var. Bunların cəmi 9, 13 və bunların ümumi cəmi olacaq 22. Yəni burada diqqət etmək lazımdır ki, funksiya olaraq qalsın. Funksiya olaraq da qalması üçün bu əmsallar 0-dan fərqli olmalıdır. Bu da sonuncu sualımızdan izahı idi.